mən sizə müntəzəm göz müayinələrindən danışmaq istəyirəm. Müntəzəm göz müayinələri yeni doğulmuşların 2-ci ayından başlanılır. 8 yaşına qədər 6 aydan bir, 8 yaşından sonra ildə bir aparılır. Müntəzəm göz müayinəsində gözün refraksiya ölçümü, keratometri ölçümü, forometr ilə görmənin təyini, tonometr ilə göz təzyiqinin ölçülməsi və yarıq lamba mikroskopu ilə gözün ön və arxa segmentinin müayinəsi aparılır. Müasir cihazlarımızda müntəzəm göz müayinə və müalicələri klinikamızda həyata keçirilir.